Bu ilin ilk yarısında Azərbaycana 1.092.568 nəfər xarici ölkə vətəndaşı gəlib. Yenavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının 1245 nəfəri və ya 0,1% ölkəyə dini ziyarət məqsədi ilə gəlib. Qeyd edək ki, dini ziyarət üçün Azərbaycana gələn əcnəbilərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 267 nəfər və ya 27,3% artıb. Dini ziyarət üçün Azərbaycana gələnlərin təxminən yarısı 167 nəfəri Rusiya vətəndaşı olub. Azərbaycana dini ziyarət üçün gələnlər bu ölkələrin vətəndaşları olub. Onu da bildirək ki, dini ziyarət üçün gələn əcnəbilər Azərbaycanda 6 ay ərzində 908,9 min manat xərcləyiblər. Azərbaycana dini ziyarət üçün gələn əcnəbilərin burada xərclədikləri vəsait bu şəkildə olub.